Salam, funksiya mövzusundan belə bir suala baxırıq. F 1 çox x bölünsün 1 üstəgəlsin x bərabərdir. 1 üstəgəl x kvadratı üstəgəl x kubu bölünsün 1 üstəgəl x. Biz burada görürük ki, funksiyanın arqumenti 1 çox x bölünsün 1 üstəgəlsin x ilə göstərilmişdir. Biz funksiyanın arqumentini, yəni bu ifadəni m ilə işarə edək. Kənarda yoxlamaqla özünüz də görərsiniz ki, x-in qiyməti 1 çox m bölünsün 1 üstəgəlsin m-ə bərabər olmuş olur. Və beləliklə, x-in aldığımız qiymətini gətirib yuxarıda yerinə yazırıq, arqumenti isə m ilə işarə edirik. Fm bərabərdir 1 üstəgəlinsin 1 çox m böl 1 üstəgəl m kvadratı. Eyni ifadənin yenə kubunu yazırıq. Bölünsün, məxrəcdə 1 üstəgəlinsin x idi, x-in qiymətini gətirib yazırıq. 1 üstəgəl 1 çox m bölünsün 1 üstəgəlinsin m. Deməli, bizə lazımdır mənfi 2, 2-nin kvadratının mənfi qiyməti, bu da mənfi 4-ə bərabərdir. F mənfi 4 bərabərdir. F mənfi 4 nə deməkdir? Deməli, m-in yerinə, arqumentin yerinə gətirib mənfi 4 qiymətini yazmalıyıq. 1 olduğu kimi qalır, üstəgəl 1 çıx mənfi 4 bölünsün 1 üstəgəl mənfi 4. Beləliklə də alınır. 3-də 5-in kvadratı, bu da edir 9-da 25, çıxılsın 27-də 125, eyni ifadənin yenə kubudur. Məxrəcdə 1 çıx 3-də 5. Bu da bərabərdir. Mənfi 27-də 23 bölünsün mənfi 3-də 2. Və beləliklə də ixtisara aparsaq alınır mənfi 18-də 23.